Değerli dostlar, yenə Musa Yaqub yaradıcılığına müraciət edirik. Musa Yaqub qağamız deyir ki, bir saman çöpünə dəyməz bu dünya. Bir baxaq görək, Musa Yaqub qağamız öz fikrini necə izah edir. İki cavan baxır bir-birinə, bir də belə baxa bilməyəcəklər. Necə ki, mən durub baxıram indi. Yəqin ki, indiki vaxtın yerinə heç vaxt belə baxmaq olmayacaq. Yox. Yəni o su gəlib bu arx dolacaq. Amma bu su ilə dolmayacaq. Yox. Orada bitməyəcək o solan çiçək. Torpaq o xəzəli ayıltmayacaq. Düzdür. Hələ min payız gələcək. Amma heç bu payız qayıtmayacaq. Həyat qəribədir. Yaman qəribə. Həm düşməyib, həm də düşüb qəlibə. Dayanıb baxıram, bu qoca dünya doğrudan heç günah dünyası deyil. Zərziba. Nə bilim, yığıb toplamaq, bu dünya heç tamah dünyası deyil. Bu əsəb, bu qəzəb, bu nifrət, bu kin, bu döyüş, bu silah dünyası deyil. Yamanlıq eləmək dünyası deyil. Nə bilim, bu mənim, hə, bu da sənin. Ya qarın, ya yemək dünyası deyil. Ömrün işi böyük, uca, qəribə. Həm düşməyib, həm də düşüb qəlibə. Bu dünya utardı sözüm. Özüm dediyimə mat qaldım özüm. Budaqlar içindən çıxıb qəfləti. Yox, çınar yarpağı deyil o düşən. Məhsəti xanımın tanış surəti. Gördüm ki, payza baxır pərişan. Bəlkə də o baxır, mənəm sehirdə. Onun da payza baxdığı yerdə fələyin damından ucaldı bir səs. Bu dünya bir saman.